Hər vaxtınız xeyir olsun yoldaşlar. Hər birinizi Aristotel Fəlsəfə Klubunun növbəti görüşündə görməkdən çox xoşnuduq, çox məmnunuq. Və bu günlər çox maraqlı bir mövzuda bizim təlimimiz olacaq. Təlimçimiz Anar Vəliyevdir. Artıq ötən mövsüm bizdə məhz elə bu gün deyəcəyi mövzuya yaxın bir mövzuda, amma tamamilə fərqli formada urbanistikaya bir növ giriş tipli bir təlim vermişdi. Bu gün isə Anar Vəliyev bizim üçün daha bir maraqlı təlim verəcək və bu təlimin mövzusu postsovet dövründə Bakının urbanistik transformasiyasıdır. Ümid edirəm ki, hər biriniz məmnun qalacaqsınız təlimdən və eyni zamanda yaranan suallarınız olduqda bunların hər biri ilə bağlı chat bölməsində qeyd edə bilərsiniz və yaxud da ki, sonda Anar müəllim əgər icazə versə, səsli formada suallarınızı səsləndirərək təbii ki, cavablarını ala bilərsiniz. Hər birinizə, hər birimizə xoş təlimlər arzulayıram. Buyurun Anar müəllim, söz sizdədir. Salam dostlar, hamınızı salamlayıram, ümid edirəm hamınız yaxşısınız. Bir şey sizdən xahiş edəcəm dostlar, imkan varsa kameralarınızı açasınız ki, mən sizi görə bilim. Pandemiya vaxtından məndə bir dənə, necə deyərlər ki, kompleks yaranıb, qara ekrana baxa bilmirəm, mən insanların üzlərini görməliyəm. Ona görə yaxşı olardı ki, sizin də üzlərinizi görüm, icazə varsa, alınsa. Alınmırsasa, onda ağalar və zəhmət olmasa olar mənə host verərsiniz icazə. Mən öz prezentasiyamı share edeyim. Okay, super. Okey dostlar, hər zaman saxlaya bilərsiniz məni. İstəyərdim ki, sizin üzünüzü görəm, amma problem yoxdur, açmasınız, açmayız. Ümumiyyətlə bugün nədən danışacağım? Sadəcə şəhər transformasiyasından, postsovet məkanında əsas amillər, əsas faktorlar hansıdır ki, Azərbaycan, Bakı şəhərinin transformasiyasına gətirib çıxardan və transformasiya necə baş verir, bunun əsas olaraq hansı faktorlarıdır, hara gedirik və vəziyyət nədən ibarət olacaq. Birincisi olaraq başa düşsək ki, Bakının profilinə biz baxsaq, görəcək ki, Bakıda nə qədər adam yaşayır. Axırıncı bir 30 il ərzində Bakının əhalisi, rəsmi əhalisi qalxaraq, məsələn, o vaxtlar bu Sovet hökuməti dağılanda 1,6 idi, 1,7 idi. İndi dediklərinə görə, rəsmi statistikaya görə 2,2 ya da 2,4, amma qeyri-rəsmiyə görə Bakı şəhərində və ətrafında və insanların sayı hansı ki, hər gün Bakıya girirlər iş yaşamaq üçün, iş üçün və məsələn, fəaliyyət üçün 4 milyona yaxındır. Yəni buradan biz söhbət gedir, o adamlar kim ki, Xırdalanda yaşayır, Abşeron kəndlərində yaşayır, Abşeron Xırdalanda yaşayır, hansı ki, Bakı sayılmır və s. və s. Və ona görə də belə baxanda Bakının ortalama sıxlığı 68 nəfərdir bir hektara. Bu da böyük bir problem deyil. Sadəcə olaraq biz yalnız bütün Bakını götürürük. Qaradağ rayonu Azərbaycanın ən böyük rayonlarından biridir. Ona görə biraz adam başına düşən biraz insanların sayı fərqli olur. Gördüyünüz kimi ən böyük artım Azərbaycan əhalisində oldu 1990-cı 2000-ci il arasında 10 il ərzində. Bu da nəyə görə baş vermişdi? Birincisi olaraq iki dənə əsas faktor buna gətirib çıxartdı. Birinci faktor Qarabağ müharibəsi və məcburi köçkünlərin sayı 750 minə çatdığına görə və sonra Ermənistandan da insanların köçməsi, ümumiyyətlə 1 milyon əhali yersiz qaldı, didərgin düşdü və ona görə çoxsu olaraq onların məcburi köçkünlərin və eyni zamanda Ermənistan olan qaçqınların hamısı çoxsu olaraq Bakıda məskunlaşdılar. Və ona görə onun sayı, məsələn, insanların sayı 1,1 milyondan qalxdı, lap elə 2 milyona kimi qalxa bildi, hətta ondan da çox qalxdı. İkinci səbəb, transformasiyanın əsas səbəbi ondan ibarətdir ki, sənayelərin çoxusu Bakı şəhərində olan sənayelərin çoxusu bağlandı. Yəni bildiyiniz kimi Bakıda o vaxtı, Sovet vaxtında çoxsu sənaye, zavodlar, fabrikalar var idi. Amma Sovet hökuməti dağılandan sonra bütün zavodların malları və istehsal elədikləri mallar heç bir rəqabətə dözmədilər və çoxsu olaraq bağlandılar. Bugün biz görürük, məsələn, bu neft zavodlarından tutmuş, ta ki, məsələn, Bakı kondisioner zavoduna idi, sonra maşın qayırma zavodları idi və s. və s. Çoxsu olaraq bağlandılar və ikinci olaraq ikinci transformasiya Bakı artıq necə deyək ki, industrial şəhərindən
sənaye şəhərindən soft şəhərinə, ya da ki, servis şəhərinə, necə deyək ki, xidmət şəhərinə dönməyə başladı. Biz Bakının tarixi inkişafını sadəcə üç yerə bölə bilərik. Mən çoxsu ikisindən danışmayacağam ki, inqilabdan əvvəl olan tarixi, Sovet tarixi və Sovet dövründən bu günə kimi tarix. Yəni çoxsu olaraq o şeydən danışmaq istəməzdim ki, inqilabdan əvvəl olan nə tarixlər var idi və s. Sadəcə Sovet vaxtında çoxsu olaraq Bakının inkişafı nəyin əsasında qurulurdu? Sırf o plan ekonomikasının, plan iqtisadiyyatının üstündə. Yəni çoxsu olaraq istəyir binalar, istəyir hansısa bir zavodlar, fabrikalar bir məqsədlə tikilirdi. Bu da Moskvanın iqtisadi və siyasi iradəsinə görə. Siyasi və iqtisadiyyatı iradəsinə görə fərqli-fərqli zavodlar tikilib. Yəni ki, fərqli-fərqli insanlar gətirilib və fərqli-fərqli proyektlər burada Azərbaycanda yer alıb. Bakının baş planı, axırıncı baş planı axırıncı 2024-cü ildə qəbul olunub. Ondan əvvəl bu baş planı 1985-84-cü ildə qəbul olunmuşdur və 20 illik plan idi və fikirləşirlər ki, o vaxta kimi Sovet hökuməti dağılmayacaq və davam eləyəcək. Amma texniki olaraq 90-cı ildə Sovet hökuməti dağılandan sonra təzə planı qəbul eləməmişdilər və bu biz köhnə plandan 2004-cü ilə kimi davam etdi və 2004-2005-ci ilə kimi davam etdi və artıq 20 il ərzində Bakı şəhəri baş plansız inkişaf edirdi. Bugün bizim əsas böyük problemlərimizdə nə baş verirsə bugün Bakıda, istəyir tıxaclardır, istəyir hansısa bir problemlərlə biz üzləşirik bugün sıxlıqla və s. Çoxsu olaraq nədən gəlir? Ona görə ki, axırıncı 20 il inkişafında Azərbaycanda, Bakıda 2004-cü, 2025-ci illər ətrafında heç bir baş plan olmadığı halda bu bütün inkişaf baş verdi. Bütün şəkillər göstərir ki, necə vəziyyət Bakıda dəyişilirdi. Gördüyünüz kimi 70-ci illərin, 70-80-ci illərin şəkilləri çoxsu olaraq bütün binalar 5 mərtəbəli, 6 mərtəbəli, maksimum 9 mərtəbəli binalardır. Amma Sovet hökuməti dağılandan sonra da açıq-aşkar deyə bilərik ki, əsas olaraq 3 dənə faktor Bakının inkişafına təsir elədi. Birincisi olaraq ən böyük və ən əsas faktorlardan biri bu demək olar ki, administrativ sistemdir. Bakı şəhəri çoxsu olaraq bildiyiniz kimi 11 dənə administrativ icra hakimiyyətlərinə bölünüb. Onlar prezident tərəfindən təyin olunub. Eyni zamanda da mer, Azərbaycanın mer demək olmaz, icra hakimiyyəti Bakı prezident tərəfindən o da təyin olunur. Və ondan başqa da Azərbaycanda bələdiyyələr var, bildiyiniz kimi. Amma bələdiyyələr heç bir nə administrativ, nə siyasi, nə maliyyə gücə malik deyirlər və ona görə çoxsu olaraq icra hakimiyyətinin altındadırlar. Çoxsu olaraq. Və ona görə bütün inkişaf Bakıda, açıq-aşkar desək, bu icra hakimiyyətinin regulyasiyanın altında baş verir. Və gördüyünüz kimi, məsələn, və bir problemlərdən biridir ki, məsələn, administrativ demək istəməzdim ki, xaosdur. Sadəcə administrativ fərqlilik və fraqmentasiya gətirib çıxardır ki, o belə yerə çıxardır ki, fərqli-fərqli qurumlar fərqli-fərqli şeylərlə məşğul olurlar. Məsələn, bugün belə baxsaq, məsələn, Ayna bildiyiniz kimi təşkilat ki, parkovka ilə məşğul olan məsələn təşkilatdır və s. və s. Aynadan yığılan məsələn parkovka pulları dövlət büdcəsinə gedir. Halbuki bunlar məsələn bələdiyyəyə keçməlidir rayondan üzrə. Və ona görə də bu pulları olmayan da bələdiyyələr heç bir iş görə bilmirlər. Və yalnız bu bir məsələdir. Və s. məsələlər görürsəniz ki, hər şey administrativ olaraq mərkəzləşmiş şəkildə həyata keçirilir və ona görə bələdiyyələrin heç bir qüvvəsi, gücü burada yoxdur və icra hakimiyyətləri də bunu da çox gözəl görürlər.
İqtisadi faktorlar. İqtisadi faktorların əsas səbəbi nədən ibarətdir ki, dediyim kimi deindustrializasiya Bakı şəhərində baş vermişdi. Bu da nəyə gətirib çıxardır? Çoxsulaq zavodları, Bakı şəhərində olan zavodlar, istəyir Qaraşəhərdə zavodlar olsun, istəyir məsələn Bakı şəhərində zavodlar olsun, yavaş-yavaş başladılar şəhərdən çıxarmağa. Bu gün gördüyünüz kimi Bakı şəhərində maksimum 1-2 dənə böyük bir industrial zavodlar, fabrikalar var. O çoxsulaq neft ayırma zavodudur, fabrikasıdır, gəmi qayırma məsələn Qaradağ rayonundadır və s. Beybətdə məsələn zavod var və s. və s. Amma çox da deyil, çoxsulaq çıxardılıb və bu çıxardılma mexanizmi, məsələn prosesi davam edir. Deindustrializasiya və onun yerinə çoxsularaq evlər salınır, təzə bir industriyalar salınır. Çoxsulaq Bakı şəhərinin iqtisadiyyatı sənayedən çoxsu olaraq xidmət tərəfinə yönəlməyə başlandı. Və buna görə bu deindustrializasiya olduqca Bakıda servis iqtisadiyyatı, yəni xidmət iqtisadiyyatı peyda olmağa başlandı və burada görürsünüz ki, çoxsu olaraq maliyyə sektoru, sonra bank sektoru, beynəlxalq təşkilatlar gəldilər və s. və s. Amma bu nəyə gətirib çıxartdı? Eyni zamanda da bu bütün zavodlar çıxandan sonra Bakı şəhərində özündə və Bakının ətraf kəndlərində çoxsunda olaraq belə bir çirklənmiş torpaqların sayı artmağa başladı. Bugün siz Abşeron rayonuna getsəniz görürsünüz ki, çox bir rayonlarda, çox bir məsələn Bakı kəndlərinə yaxın olan, istəyir Balaxanı, istəyir Biləcər, istəyir Bayıl və s. və s. yerlərdə çox yerlərdə məsələn deyilən bir brownfield, yəni ki, çirklənmiş, yəni ki, qara torpaqlar deyilən bir yerlərdir. Çirklənmiş torpaqlardır və onlar çoxsulıq hardasa rekultivasiya olunurlar. SOCAR tərəfindən ya da hansısa bir təşkilat tərəfindən, amma çoxsu olaraq çox bir vəsait tələb olunan bir torpaqlardır və o çoxsu olaraq bunlar demək olar ki, heç bir rekultivasiya olunmurlar və o da təsir eləyir Bakının necə deyirlər ki, ekologiya vəziyyətinə və sair problemlərinə. Məsələn, bu klassik şəkli görsəniz, bu Balşar üçün Balaxanı tərəfdədir. Məsələn, keçmiş neft hasilatı olan bir torpaqlardır və neft hasilatı qutarandan sonra necə torpaq qalıbsa belə də qoyublar və gözləntilər olaraq görürsünüz ki, evlər də bunun yaxınlığında var. O insanlar da yaşayır, amma bu neftdir. Neftin arasında yaşayır insanlar. Nəyə görə də bu da baş verir? Ona görə ki, torpağın qiyməti, yəni ki, evlərin qiyməti Bakı şəhərində yüksək olduğu halda insanlar belə yerlərdə başlayırlar məskunlaşmağa, harda ki, ucuzdur. Amma heç bir ekoloji və səhiyyə problemlərinə fikir verməməklə nəyə gətirib çıxardır ki, çoxsu olaraq insanlar bilmirlər ki, nə qədər bu ziyandır belə bir yerlərdə yaşamağa. Gördüyünüz ki, bu da fərqli bir yerlərdir. Bu da 2010-cu illərdə, 2015-ci illərdə çəkilib şəkillərdir. İqtisadi faktorlar. Bakının hansı iqtisadi faktorlar fərqli faktorlar vəziyyətə gətirib çıxardır? 25-ci ildə 75% bütün qeyri-neft investisiyaların payı Bakı şəhərinə düşür. Cəlb edilir, hansı ki, o investisiyanı biz cəlb eləmişik. Çoxsu olaraq bizneslər harda, hansı ki, yaranır, istəyir balıqçı, kiçik biznes, orta biznes, çoxsu olaraq Bakıda yerləşirlər. Regionlarda bu bizneslərin sayı həddən artıq azdır və bugün biz baxsaq görsək ki, vergilərin payına nə qədər Bakıya düşür və Azərbaycanın fərqli payına düşür. Görəcək ki, çoxsu olaraq, yəni 80%-ə yaxın bütün vergilərin payı Bakı şəhərinə düşür. Yalnız 20% bəlkə də ondan da az fərqli rayonlara düşür, bütün fərqli Azərbaycan rayonlarına düşür. Bu da nəyə gətirib çıxardır ki, Bakıdan başqa heç bir regionlar özləri öz vergilərindən yaşaya bilməyəcəklər. Bu da urbanizasiyanın bir fəsadıdır. Görürsünüz, hətta bu biraz köhnə şəkildir, amma gördüyünüz kimi necə təzə şəhər və göndərənlər yavaş-yavaş balaca Bakını və balaca mərtəbəli Bakını zəbt eləməyə davam edir və yavaş-yavaş bu bütün şəhəri tamamilə balaca binaları
zəbt edib götürürlər. Bu da nəyə gətirib çıxardır? Bu birincisi olaraq bir tərəfdən, yəni ki, biz pozitiv tərəfini görə bilərik, neqativ tərəfi də görə bilərik. Birincisi olaraq pozitiv tərəfi nədən ibarətdir ki, çoxsu olaraq bu balaca evlərdə yaşayan insanlar çoxsu olaraq balaca kvadrat metrə balaca kvadrat metrlərdə yaşayırlar. Məsələn, 20 kvadrat olsun, 30 kvadrat olsun və s. Və çoxluğunda oradakı hansı bir göndələn tikiləndən sonra çoxlu bu insanlara orada ev verilir və onların ortalama kvadraturası demək olar ki, artır. Və çoxsu olaraq bu insanların, demək istəməzdim ki, kasıbçılıqda yaşayır, amma ola bilər ki, məsələn, hansısa bir kasıbçılığa meyilli insanlar çoxdur və bunlara artıq evlər verməklə istər-istəməz hansısa bir bu kateqoriya insanların bir kasıbçılıqdan bir pillə yuxarı qaldırır. Yəni bizdə Azərbaycanda bilirsiniz ki, ev şəraiti olan insanların məsələn kasıbçılığa meylli olmayacaq və onu bildikdən sonra, yəni ki, bunların çoxsu olaraq bunu eləməklə ondan sonra bu insanlara ən azı hansısa bir evlər verilir. Bu bir məsələ. İkinci pozitiv tərəfi nədən ibarətdir ki, yenə deyim ki, bu insanlar qovulmurlar öz yerindən, ən azı şəhərin içində qalırlar və onların imkanları var ki, şəhərdə hansısa bir işlə təmin olunsunlar və s. Bu pozitiv tərəfidir. Bunun neqativ tərəfi ondan ibarətdir ki, infrastruktur cəhətdən Bakı şəhəri bu boyda binaların qabağını çıxa bilmir. Məsələn, açıq-aşkar deyək ki, bu söhbət gedir buradan sudan, qazdır, işıqdır, belə problem də yoxdur, amma çox soğuk sudan gedir, zibil yığımından gedir, sonra nəqliyyatdan söhbət gedir. Gördüyünüz kimi, axırıncı bir 2-3 ay ərzində Bakı şəhərində neçə dəfə yanğından baş verirdi və yanğın söndürən maşınlar girə bilmirdilər. Nəyə görə? Maşınların sayı çoxdur, küçələrin sayı dardır və s. və bu da nəyə gətirib çıxardır? Düzgün tikilməyəndə binalar yaşayış tərzi insanların nəyə gətirib çıxardır ki, bunlar çox böyük problemlə üzləşirlər. Bu barədə biz birazdan sonra yenə danışa bilərik ki, baxaq vəziyyət nə yerdədir. Bu da klassik, məsələn, bu deyəsən başa düşdüyüm qədər bu deyəsən Kubinka tərəfidir ya da ki, Sovetski tərəfidir. Bu da gördüyünüz kimi göndərilənlərlə balaca binalar. Bu Bakı biraz bir 10 illik şəklidir. Bir neçə şəkillər göstərdim sizə. Sonra isə yenə də deyim ki, sizə əsas olaraq hansı faktorlar Bakının transformasiyasına gətirib çıxardır, eyni zamanda da sosial faktorlar. Sosial faktorlar nədən ibarətdir? Dediyim kimi, Azərbaycanda məcburi köçkünlərin sayı yüksək olduğu halda çoxsu olaraq Bakı şəhərinə axın var idi. Bu bir məsələ. İkinci məsələ, Sovet vaxtlarında kənd yerlərində 50%-dən çox insanlar yaşayırdı. Azərbaycanın 50%-dən, bəlkə də 60% deyə bilərik ki, kənd yerlərində yaşayırdılar və çoxsu olaraq kənd təsərrüfatında məşğul olurdu. Sovet hökuməti dağılandan sonra Azərbaycanda kənd təsərrüfatında 60% insanın mövcudluğu lazım olmuyor. Yəni ki, bugün biz baxsaq görəcəyik ki, fermerlərin sayı Azərbaycanda belə baxanda 35, yəni ki, kənd təsərrüfatında yaşayan insan 35%, 40%-dir. Halbuki fermer təsərrüfatları ya da ki, fermerlərlə məşğul olan insanların faizi 3-5, maksimum 10%-dən artıq ola bilməz. Və olsa da lazım deyil. Məsələn, Amerikada baxsaq, Avropada baxsaq çox azdır. Və bizdə Azərbaycanda 35-40% olmağı çox böyük bir rəqəmdir və axırıncı 10 il, 15 il ərzində biz görürük ki, kənd yerlərindən Bakıya böyük bir axın gəlir bu insanların, hansı ki, gəlirlər Bakıda işlə təmin olmaq istəyirlər, yaxşı yaşamaq istəyirlər və çoxsu olaraq ikinci şəhərlərə getmirlər. Məsələn, kimsə Gəncənin məsələn kəndindəndir, yoxsa Ağcabədinin ya Tərtərin kəndindən çıxıb Tərtərə getmir, Ağcabədiyə getmir, dərhal Bakıya gəlir. Yəni o şəhərlər onların arasında buffer kimi qalmırlar ki, onları qəbul etsin. Hamı Bakıya gəlir. Bu da nəyə gətirib çıxardır ki, Bakıda insanların sayı artdıqca sosial gərginlik də qalxa bilər. Nəyə görə ki, insanların çoxsulıq işləri olmurlar burada işləmək üçün və rəqabət qalxır
və eyni zamanda da yenə deyək ki, o şeyin qiymətləri, evlərin qiymətləri, fərqli-fərqli xidmətlərin qiymətləri arta-arta gedir. Və burada da biz görürük ki, sosial kütləşmə də baş verir və yavaş-yavaş varlılar çox da varlanırlar, kasıblar da ondan da beş-bətər kasıblanırlar və bu diferensiasiya, bu sosial cəhətdən də gətirib çıxardır ki, şəhərdə də sosial qütbləşmə gedir. Məsələn, biz bu gün görsək şəhərin mərkəzi çoxsu olaraq bir kateqoriya insanlar əlindədirlər. Məsələn, kimsə yaşayırlar orada və s. Eyni zamanda görürsən ki, şəhərin ətrafında, qıraqda yaşayan, istəyir Bakı kəndlərində olsun, keçmiş Bakı kəndlərində, indi rayonlardır, məsələn, istəyir Xırdalandır, Sumqayıtdır, Bakıya yaxın olan, məsələn, Qaradağ rayonunda olan Qaradağda olan bir qəsəbələrdir və s. Çoxsu olaraq insanlar kimi ki, imkanı yoxdur Bakı şəhərində yaşamağa, onlar ora köçürlər və gündə onlar Bakı şəhərinə gəlirlər işləməyə. Nəyə görə ki, ona görə çoxsu olaraq bütün işlər Bakı şəhərindədir. Bakı ətrafında bütün çoxsu olaraq işlər cəmləşir. Bu da gətirib nəyə götürüb, nə çıxardır ki, bu insanlar bu belə vaxt bu belə vaxt xərcləyirlər ki, şəhərə gəlsinlər və şəhərdə özünü iş tapsınlar. Və axırıncı 10 il ərzində, deyərdim ki, 15 il ərzində Bakı şəhərində, 15 də deməzdim, axırıncı 20 il ərzində, 2005-ci illərdə Bakıda mega proyektlər, mega projelər baş verməyə başladı. Bu da nəyə görə də və bu prosesdə də çoxsu olaraq Dubayizasiya deməyə başladılar ki, Bakı Dubaya dönmək istəyir. Bakı model kimi Dubayı götürdü. Amma demək olmazdı ki, Bakı istəyir ki, Dubay kimi olsun. Sadəcə bizimkilər gördülər Dubayın modelini və fikirləşdilər ki, biz Dubay modelini Bakıda istifadə edə bilərik. Nəyə görə Dubay modeli? Birincisi olaraq nəyə görə biz Dubayı sevirik? Nəyə görə biz Dubay modelini biz hər yerdə deyirik ki, biz istəyirik ki, ərəblər kimi olaq, Dubay modelini bizə yaxşı gedir və s. və s. Dubay 40 il bundan əvvəl, 30 il bundan əvvəl, hətta bəlkə 1990-cı ildə və s. 95-ci ildə təzə başlamışdı. Balaca bir şəhər idi, şəhər də demək olmazdı ona. Sadəcə axırıncı 20-25 il ərzində bu şəhərin inkişafı bəlkə də heç bir şəhər kimi inkişaf eləmədi. Çox güclü inkişaf getdi orada, o şəhərdə və çox böyük bir və şəhər artıq balaca bir şəhərdən qlobal bir şəhərə çevrildi. Qlobal bir şəhərlə iqtisadi cəhətdən, siyasi cəhətdən, mədəniyyət cəhətdən və s. İndi məsələn biz görürük ki, ikinci bir proyekt başlayır Abu Dhabi. Abu Dhabi şəhəri indi başlayır Dubai ilə rəqabətə girməyə və artıq Abu Dhabi başlayır rəqib olmağa və o da qlobal bir şəhərə dönməyə istəyir. Və Dubayın və bu gün də Abu Dhabi'nin də demək olar ki, hətta Qatarı da demək olar, Dohanı da demək olar. Əsas uğur hekayəsi nəyə görə baş tutdu? Bir neçəyə görə. Birincisi coğrafiya. Coğrafiya ona görə ki, istir Abu Dhabi, istir Dubai, dünya okeanına çıxışları var. Bu birincisi olaraq. İkincisi vizyon. Onlar Dubai ilə Abu Dhabi bilirdilər ki, biz nə olmaq istəyirik, bizim məqsədimiz nədir? Üçüncüsü pul. Birləşmiş Ərəb Əmirliklərində istəyir Səudiyyə Ərəbistanda, istəyir Dohada, Qatarda, onlarda bizdən qat-qat çox pul var və onlar o pulu xərcləyə bilirlər. Var orada. Ən əsas moment. Və dördüncü də Dubayı biz çoxsu olaraq region ölkələri bunu regional proyekt kimi görürdülər. Las Vegas kimi görürdülər. Hansısa bir nümunə kimi görürdülər ki, bütün dünyaya göstərsinlər. Ona görə pullar ora yatırılırdı. İnvestisiyalar yatırılırdı. Bakının strategiyası da eyni idi. Eynən idi. Biz istədik, məsələn, yenə də bu mega bir hansısa bir projelərlə istəyir turistləri, istəyir investisiyaları, istəyir sərmayeləri Bakıya gətirir. Ona görə burada çoxsu olaraq nə baş verdi ki, biz məsələn başladıq fərqli-fərqli binaları tikməyə. Bu da gəlib çıxır ki, məsələn, alov güllələrdən söhbət gedir, sonra Xalça muzeyi də deyə bilərik, sonra Heydər Əliyev mərkəzi deyə bilərik, Bakı stadionu deyə bilərik 2015-ci ildə və s. və s.
və hətta 2015-ci ildə istər Avropa oyunları keçirtdi, ondan sonra 2016-cı ildə başlayaraq Formula 1 yarışları keçirilir. Bu əsas məqsəd nədən ibarətdir ki, bu mega projelərlə biz Bakını elə bil ki, dünya mediasının ortasına qoyaq və bu ilə də biz qabağa gedək. Necə ki Dubay udub bu məsələdə biz də belə udmaq istədik. Və proyektlərindən biri Xəzər Island, bildiyiniz kimi 2012-də 2011-ci ildə proje başlamışdı və istəyirdilər ki, belə bir Dubai Island kimi şeylər tiksinlər. İndi məsələn Sibrizdə onu eləyirlər. Eyni proyekt deyil, amma biraz fərqli proyektdir. Yəni də Dubaya oxşar bir şey eləmək istəyirlər. Amma alınmadı. Və ümumiyyətlə Bakının modelini Dubay kimi eləməyə biraz düzgün olmadı. Nəyə görə? Birincisi olaraq coğrafiya. Bakı Dubay deyil və ola da bilməz. Nəyə görə ki, coğrafiyanı biz dəyişə bilmərik. Dubayın birincisi olaraq Dünya okeanına çıxışı var. Bizdə çıxış yoxdur. Biz bir neçə ölkədən biz birincisi olaraq Rusiyaya getməli, Rusiyadan Volqa-Don kanalına getməli, sonra Qara dənizə getməli. Məsələn, belə baxsaq, heç bir gəmi belə bax, texniki olaraq bu boyda yolu gəlib Bakıya gələn deyil. Bu bir. Əhali. Bakının əhalisi çoxsu olaraq elə Bakının cəmaatı da Azərbaycan vətəndaşlarıdırlar. Bunlarla hansısa bir mega proje eləyəndə siz bunların fikirlərini nəzərdə tutmalısınız. Amma Dubayda mı istəyir, Abu Dhabi'də mi? Əhalinin azlığı onların cəmatıdır. Çoxsu olaraq miqrantlardır. Çoxsu olaraq hansı mənada miqrantlar? Heç bir sənədsiz deməzdim. Sadəcə o miqrant nəsə istəyir fikrini söyləsə, nəsə eləsə, onu dərhal qovlamaq olar. Yəni burada mən hansısa bir Bakıda hansısa bir binanı söküb nəsə tikmək istəsəm, mən o cəmaatı razı salmalıyam. Mən o cəmaata nəsə eləməliyəm. Mən istəməzdim ki, o cəmaat məsələn çıxsın və nəsə mənim barəsində istəyir biznesdən, istəyir hökumətdən nəsə yazsın. Ona görə mən onu razı salmalıyam. Dubayda bu problem yoxdur. Mən nəyi sökmək istəsəm sökəcəm. Mən nəyi tikmək istəsəm tikəcəm. Onsuz da mənə yalnız Dubayın əhalisinin azlığı ərəblərdir. Onlar da heç bir problem olmur onlara. Əsas olaraq miqrantlara problem olur. Mən pulsuz ya da ki çox ucuz iş qüvvəsi əldə edə bilərəm və onları gətirib işlədə bilərəm. Məsələn, bugün biz deyə bilərik ki, 6000-ə kimi adam Qatarda stadionu tikəndə ölmüşdü. Məsələn, o Avropa Dünya çempionatı 2022-ci ildə Qatarda baş verdi və onun infrastrukturunu tikmək üçün 6000-ə kimi insan rəhmətə getmişdi, ölmüşdü. İstilikdən, cürbəcür fərqli. O barədə heç kəs bilmir. Bugün Səudi Ərəbistanda Neon şəhərini tikirlər, istəyirlər tikirlər, koridor şəhəri. O barədə istəsəz danışa bilərik də, koridor şəhəri tikirlər. Hələ tikə də bilməyiblər, hələ qutara da bilməyiblər, amma artıq 22 min nəfər ölüb orada. Nədən? Artıq olaraq onlar bu istidə və s. işləyə bilmədilər. Strategiya və vizyon. Bakı şəhərinin ən böyük problemlərindən biridir ki, bizdə vizyon yoxdur. Biz nə olmaq istəyirik? Biz hara gedirik? Biz hansı tipli şəhər olmaq istəyirik? Praqa mı olmaq istəyirik? Budapeşt mi olmaq istəyirik? Dubay mı istəyirik olaq? Yoxsa kim olmaq istəyirik? Bizim identity deyilən bir şey var da. Yəni ki, mən kiməm? Mənim şəhərim nədir? Onu biz hələ başa düşməmişik. Və ən əsas problemlərdən biri pul. Bizim pulumuz bu boyda yoxdur. Bizdə necə ki ərəblərdə pul olan pul bizdə belə yoxdur. Bizdə çoxsu olaraq dövlət puludur. Ərəblərdə isə Birləşmiş Ərəb Əmirliklərində, Qatarda və s. çoxsu olaraq fərdi bizneslərdən gələn pullardır. Biz ona heç bir çata bilməmişik. Sonra nə deyə bilərim? Və axırda nəyə gəlib çıxartdı ki, bu klassik Xəzər Island axırı. Artıq 10 ildir belə dayanıb. Azərbaycan İnvestisiya Korporasiyasının başa düşdüyüm qədər balansındadır. Heç nə tikilmir və sadəcə olaraq belə bir problem yaşadı. Və oturub soruşsaq ki, yaxşı da bizim modelimiz nə ola bilər? Bunu axıra saxladım ki, bizim modelimiz nə ola? Biz nə olmaq istəyirik? Hansı biz şəhərin modelini götürmək istəyirdik, transformasiya olunur. Məsələn, çox bir şəhərlər var. Hansısa ki, çoxsu istəyir Avropada olsun, istəyir Asiyada olsun və s. Məsələn, yendim, oturub biz fikirləşə bilərik ki, Amsterdam şəhəri ola bilər bizim üçün model. Ya Praqa,
hansı ki turistlərin sayı ən çox Fransadan sonra ən çox turistlərin sayı Praqa gəlir. İstər Budapeşt ola bilər, istər Frankfurt ola bilər, istər Viyana ola bilər və s. və s. Amma belə baxsaq, biz gələcəkdə hansı modellə gedə bilərik? Çoxlu ola bilsin ki, ya İstanbul modeli ilə gedəcəyik. Yəni yenə də inkişaf olacaq və s. Sadəcə olaraq ə, şəhər ə, tipik Avropa şəhəri kimi inkişaf eləmir. Ya Moskva kimi şəhəri biz inkişaf edəcəyik. Ya İstanbul kimi heç Londona da çata bilməyəcəyik. Nəyə görə ki, yəni maliyyə tərəfindən çata bilməyəcəyik və dizayn tərəfindən çata bilməyəcəyik. Ə, Bu qədər. Mənim öz fikrimi söylədim bu barədə. Ümumi olaraq danışmaq istədim ki, bu vəziyyət nə yerdədir və istəyərdim ki, sizdən nə suallarınız varsa, dostlar, böyük məmnuniyyətlə sizin suallarınıza cavab verməyə hazır olaram. Anar bəy, Bakıdakı bu dizayn kodu problemlə bağlı nə fikirləşirsiniz? Kimdir sual soruşan? Görmədim, sizi bağışlayırsınız. Alexander the Great. Okey, çox gözəl. Deməli, kod deyəndə bilirsiniz vəziyyət nədir? Burada iki dənə bir məsələ toxunmaq lazımdır. Deməli, çoxsu olaraq şəhərlərdə planirovka eləyəndə, məsələn, istəyir planda və s. Belə bir konsepsiya var, zoning, zonalaşma. Zoning nə deməkdir? Zoning o deməkdir ki, hər bir Bakı şəhərində rayonları fərqli-fərqli zonalara bölünür. Yaşıl zonadırsa, mən yalnız burada yaşayış evləri tikə bilərəm. Sarı zonadırsa, yalnız burada zavodlar tikə bilərəm. Göy zonadırsa, yalnız burada maliyyə zonasını tikə bilərəm. Yəni ki, finansiv, yəni maliyyə binaları deyil, yoxsa maliyyə yerləri tikə bilərəm. Bakıda heç vaxt burada zoning olmuyor. Və ona görə bugün siz görürsünüz, məsələn, gedirsinizsə hansısa bir yerə, görürsünüz ki, bir tərəfdən plaza dayanıb, o birisi tərəfdən yaşayış evləridir. O birisi tərəfdən də cexdir yanında. Yəni hamısı bir-birinə uyğunlaşdı da, biraz düzgün olmadı. Halbuki biz əvvəldən bunu fikirləşdik. İndi yavaş-yavaş biz başa düşürük ki, məsələn, Port Baku tərəfi yavaş-yavaş maliyyə mərkəzinə dönməyə başlayır. Yavaş-yavaş. Bu da nəyə görə? Yalnız indi məsələn görürük Port Baku tikildi, orada maliyyə zonası tikildi, balaca bir yer oldu və o məsələn maliyyə zonası kimi oldu. Məsələn, çox gözəl olardı ki, Heydər Əliyev prospektində tikmiş binalar, Sakarın binası, Azərbaycan, onu da bir yerə yığardılar. Biz onu düzgün eləmədik ki, səpələdik onu Heydər Əliyev prospektində. Elə bildik ki, hə, nə qədər uzağa elədi, düz olmadı. Məsələn, indi Sokarın binasına görürsünüz ki, məsələn, cəmaət ora getməyə işləyəndə, məsələn, yemək istəyəndə çıxmalı, uzağa getməlidir. Şəhərin mərkəzindən biraz uzaqdan yerləşir. Sonra Azərbaycan Neft Fondudur, sonra Milli Bankdən sonra köçəcək, Vergilər Nazirliyidir, İqtisadiyyat Nazirliyi, hamısı ora köçür. Halbuki bunları hamısını bir yerdə eləsəydilər, bir yerə yığsaydılar, balaca bir yerdə. Bu maliyyə rayonunu yaratsa da Manhattan'da görürsünüz, məsələn, Wall Street tərəfində bütün maliyyə institutları hamısı bir yerdə yerləşir. Biz onu birincisi eləmədik. Bu birinci məsələ. Zonalaşma söhbəti olmadı bizdə. Bu birincisi. İkincisi, belə bir terminologiya var. Buna deyək ki, FAR. Floor Area Ratio. Azərbaycanca ona deyək ki, əmsal. Əmsal nə deməkdir? Əmsal o deməkdir ki, mən məsələn 100 kvadrat metrə torpağım varsa, əmsal 2-dirsə burada, o deməkdir, mən bu 100 kvadrat metrdə maksimum bundan artıqlamasını 100 kvadrat metrə bina tikə bilərəm. Yalnız bir mərtəbə tikə bilərəm. Nə belə çıxır? Bu 100 metrə mən qazana bilərəm yalnız 100 metrə. Əmsal 5-dirsə mən 5 mərtəbələni tikə bilərəm. Əmsal 10-dursa mən 10 mərtəbələni tikə bilərəm. Yəni ki, 100 kvadrata maksimum 1000 kvadrat metrə mən o space qazana bilərəm. Bizdə əmsal heç vaxt olmur. Olurdu, amma ona heç kəs fikir vermir. Balaca bir yerdə 100 kvadrat metrdə ola bilsin ki, 20 mərtəbəli ev tikirdilər. Bu bir məsələ. İkincisi məsələ, buna deyirlər ki, lot area. Lot area nə deməkdir? Məsələn, mən hansısa bir 100 kvadrat, 500 kvadrat metrə torpağım varsa, şəhərdə o şeydirsə, lot area mənə deyirlər ki, 20%, o deməkdir ki, mən bu 500 kvadrat metrlik torpağımda yalnız 20%-i tikə bilərəm. 80% boş qalmalıdır qanuna görə. Nəyə görə? Onu parkovka eləyə bilərəm. Amma onu mən boş saxlamalıyam. Nəyə görə ki, onun yanındakı bina tikiləndə mənim bina ilə onun binasının arasında distans olsun.
Bizdə nə baş verdi? Bu lot area deyilən bir şey olmadı. Mən 100 kvadrat metrləri torpaq aldım məsələn. Nə qədər? 500 kvadrat aldım və bütün 500 kvadratı tikdim binaları. Yanımda da o bir dənə kimsə torpaq aldı, getdi orada tikdi. İndi bir-birinin üzünə baxır. Arasında küçədə azdır, maşınlar da keçə bilmirlər və bir-birimizin üzünə baxırıq. Məsələn, nə qədər belə bina var. Nəyə görə? FAR, bir də lot area ratio deyilən bir şey yox idi Bakı şəhərində. Bu da ona görə gətirib çıxartdı ki, indi bugün bizdə şəhər salmada böyük problem yaradır. Məhəmməd bəy, bəli, qulaq asıram sizin sözünüzə, sualınıza. Salam. Salam, salam. Mən bu mövzu haqqında sual vermək istəyirəm ki, hal-hazırda sosial mediada və sair daha çox gənclər arasında insan yönümlü şəhərlər anlayışı yayılır. Bakı hal-hazırda nə belə deyək, avtomobil yönümlü şəhərdir. Çünki tıxaclar və sair bu şəhəri nə avtomobil yönümlü olmağa qoyur, nə ki insan yönümlü şəhərdir ki, biz rahat-rahat məsələn, hər hansı bir yolu keçmək istəyəndə bəzən görürsən ki, sən qaydalara əməl eləyərək keçmək istəyirsən, çox uzun yol fırlanmalısan və sair. Bilirsən ki, bu şəhər bu hissə insan yönümlü düzəldilməyib, maşınlar üçün düzəldilib. Amma Bakı şəhərində heç bir ikisi də düzgün formada qurulmayıb. Yəni nə insan yönümlü şəhərdir, nə maşın yönümlü şəhərdir. Bu problemin həlli üçün əhali sayını azaltmadan, yəni hal-hazırdakı əhali qaldığı vəziyyətdə həll yolu tapmaq olar, yoxsa biz Bakını bağlayıb getməliyik? Yox, Bakını bağlamaqdır. Yenə bir inkişaf fərqli yoxdur. Şəhər elə budur. Gəz açıq. Yəni ki, oturub demək ki, ideal şəhər deyilən bir şey yoxdur. İstəyir New Yorka gedəcəksiniz, bəyənməyəcəksiniz, sonra istəyir Bakını bəyənməyəcəksiniz, Pariji bəyənməyəcəksiniz. Problem ondadır ki, hər yeri bəyənməyəcəyik biz. Hər şəhərin öz problemi var. Məsələn, bugün Parijə getsəniz, ən böyük problem sıçovlardır. Yaxşı ki, bizdə Bakıda sıçov yoxdur. Pişiklərin sayı çoxdur, ona görə sıçovlarımız yoxdur. Superdir. Amma Parijə bugün getsəniz, görürsünüz, başdan ayağa sıçovdur. New Yorka gedirsən, məsələn, evsizlərin sayı çoxdur. Yəni ki, hər şəhərin bir problemi varsa, bizdə mənə Bakıda fərqli problemlər dələləyir. Və bu problemlərin heç vaxt qurtarmayacaq. Bir problem qurtardıqca o birisi problem başlayacaq. Bir problem qurtardıqca o birisi problem. Sadəcə bizim düzgün mexanizmimiz olmalıdır ki, bu problemləri həll eləmək üçün. Həll eləmək prosesi düzgün qurulmalıdır. Nəyə görə? Məsələn, bugün mən sizə fərqli bir şey deyim də, parklar. Bugün parklara gedəndə görürsən ki, parklar çoxsu olaraq gənclər üçün cəlbedici deyil. Nəyə görə cəlbedici deyil? Ona görə ki, parkları çoxsu olaraq tikən arxitektorlar, demirəm qocadırlar, sadəcə onlar fərqli bir düşüncəni fikirləşirlər. Bizim deyəndə ki, park nədir? Park çoxsu olaraq qocalar üçündür. Qocalar getməlidirlər parkda dincəlməli. Cavanın nə işi var parkda? İşləməlidir o. Amma mən dincəlmək istəyirəm. Yəni mənim üçün park yoxdur. Mən gəncəm, 18 yaşlı oğlanam ya qızam və s. Mənim üçün park yoxdur. Mən rolik sürmək istəyirəm. Mən hara gedim? Bulvara gedirəm, qollayırsınız məni. Ora gedirəm, qollayırsınız məni. Mən velosiped sürmək istəyirəm. Mənim üçün velosiped üçün park yoxdur. Mən itlə qaçmaq istəyirəm. Bilmirəm, varmı belə park, itlə qaçmaq yoxsa yox. Yəni mən hansı parka gedirəm? Ya skameykada oturmaq üçün, ya da kimsə semiçka satır, ya da ki dondurma satır və s. və s. Yəni mənim üçün dincəlmək üçün park deyilən bir şey yoxdur. Bunu nə baş verir, nəyə görə? Arxitektor bunu fikirləşəndə gənc adam olmuyor. O öz fikrini ilə, düşüncə ilə. Onu demək ki, düzgündür. Sadəcə bəlkə qocalar üçün fikirləşir. Amma bunu birincisi olaraq mən park tikməmişdən əvvəl mən cəmaatdan soruşmalıyam. Hansı park istəyirsiniz? Mən gəncdən də soruşmalıyam, qocadan da soruşmalıyam. Mən kaleska olan anadan da soruşmalıyam, uşaqlı olan anadan da soruşmalıyam. Mən əlildən də soruşmalıyam, hansı parklar istəyirsənsə. Skameykanı qoyanda sənin üçün hansı skameyka qoyum ki, sənə rahat olsun. Mən hamıdan soruşmalıyam, ondan sonra parkı tikməliyəm. Məsələn, mərməri vurmalı deyiləm, nəyə görə ki, qış vaxtı sürüşkəndir, mən yıxılacam. Düzdürmü? Onu mən heç vaxt heç kəsdən soruşmamışam. Mən neyini? Mən parkı tikdim, döşədim mərməri və s. və s. deyirəm ki, bu bir də sənin parkındır. Tamam. Bu indi qurtardı. Amma mən birincisi ona deyirəm ki, burada mexanizm olmalı ki, mən soruşmalıyım. Bir gün bu zebralar olur da yolu keçmək üçün. Bunu kim eləyir? Çoxsu hansı bir agentlik eləyir, polislər eləyirlər, polislər bir yerdə və s. Amma heç kəs insandan soruşmur ki, siz harda görmək istəyirdiniz ki, bu zebranı? O deyir ki, dostum, mənim bir dənə zebranın, o birisi zebranın arasında 1 kilometr qoyanda mənə rahat deyil. Şəhər mənim şəhərimdir.
Şəhər maşının deyil, şəhər piyadanındır və piyadanın da olmalıdır. Mənim üçün sən rahatçılıq yaratmalısan, maşın üçün yox. Maşın gözləyə bilər, o öz maşınında oturur, öz arabasında oturur. Deməli, lazım olsa gözləyər də. Bugün deyirsiniz ki, tıxac problem deyil. Tıxac kimin problemidir? Avtomobilçinin. Bugün mən metro ilə getsəm, mən heç bir tıxac yoxdur, problem yoxdur. Avtobus zolağı yaxşı işləsə, olsun da tıxacdır. Tıxac onsuz da mənə heç bir əziyyəti vermir axı. O avtomobil üçün gedir. İstəmirsən tıxacda oturmağa, get ictimai nəqliyyat. Deməli, mən ictimai nəqliyyatı düzəltməliyəm. İctimai nəqliyyatı düzəltmək tıxacın sayı da aşağı düşəcək. Məsələn, deyirsiniz ki, biz istəyirik nəyisə düzəldək, amma eyni zamanda bugün nəyə görə mən maşın istifadə edirəm? Ona görə ki, ictimai nəqliyyata inanmıram. Nəyə görə inanmıram ki, vaxtında məni çatdırar harasa. Komfortlu da deyil. Halbuki qərbə gedəndə, siz Budapeştə gedirsiniz, Venaya ki, maşın götürmürsünüz ki, taksi ilə getmirsiniz ki, ictimai nəqliyyata görürsünüz, bilirsiniz ki, vaxtında sizi çatdıracaq. Ona görə yenə də bugün insan yönümlü şəhər eləmək, sizə kimsə desə ki, gəlib mən sizə instruksiya verirəm, necə bunu eləmək lazımdır. O heç bir sənədə inanmaq lazım deyil. Ya da hətta bir dənə sənəd buraxsalar ki, insan yönümlü şəhər instruksiyası deyilən bir şey yoxdur. İnsan yönümlü eləmək üçün birincisi olaraq mən sizdən soruşmalıyam. Siz şəhəri necə görürsünüz? Siz şəhəri necə və sizə uyğun olan şəhər tikməliyəm mən. Sizə uyğun olan şəraitlər qurmalıyam mən. Olmasa mən onu tikən deyiləm. İzah edə bildim Məhəmməd bəy? Bəli, yəni əlavə olaraq, yəni bunu demək istəyirsiniz ki, insanlar özlərini şəhərə aid hiss eləməlidirlər. Bu hal-hazırda şəhər bizim şəhərimiz kimi hiss elətdirmir, yəni. Mənə Aydın. insan deməlidir ki, şəhəri necə görür. Mən istəyirəm məmur olum. Problem yoxdur. Mən məmuram, amma dövlət qulluqçusuyam. Mən kimin qulluqçusuyam? Mən sizin qulluqçunuzam. Siz mənə deməlisiniz ki, siz necə görmək istəyirsiniz şəhəri? Mən isə bugün deyirəm ki, mən şəhəri belə görürəm, amma halbuki siz fərqli şəhəri görürsünüz. Və mən şəhəri tikəndə də hansısa bir nəsə eləyəndə mən sizə uyğunlaşdırmalıyam bu şey. Mən parkı tikəndə, yolu tikəndə, məsələn bugün hamı deyir ki, məsələn ara bir məsələn axırıncı 10 il 15 il ərzində biz çoxsu olaraq o şeylər tikdik. Yeraltı keçidlər tikdik. Heç kim istifadə eləmir. Çoxsu olaraq yerli çox az bir halda yeraltı keçidlərdən istifadə edir. Nəyə görə? Birincisi olaraq şəhər mənimdirsə mən yerin altına niyə girməliyəm? Mən yolla gedirəm də. Mən rahatla yolla gedirəm. Sən mənə desən ki, yerin altına gir. Mən istəmirəm. Mən bu yolda belə keçməliyəm. Qoy maşın dayansın. Şəhər mənimdir. Mən çox bir var, qərbdə də var, məsələn, yeraltı keçidlər və s. Amma çoxsu olaraq yeraltı keçidlər bu keçmişdə qalan Çox bir şeydir. problemli bir şeydir. Birinci problemli bir şeydir. İkincisi olaraq yəni ki, əlilləri qoyuram qırağa. Əlilləri qoyuram qırağa da. Yəni ki, biz onlara heç fikirləşməmişik də ki, onlar üçün nəsə problem var. Amma istəyir kalaskalı insan olsun. Yəni ki, mən yolla gedirəm, təzədən məni salırsan o şey yerin altına, 10 metrə gedirəm, nədir maşın qabağımda rahat keçsin. Yox, niyə? Şəhər mənimdirsə, mən rahat keçməliyəm. Oranı işıqlıq eləməlisə, oranı zebranı qoy. Lazım olsa 20 dənə yerdə zebra qoy. Düzdür. Məsələn, maşının sürəti azalacaq və s. Amma yenə deyim, şəhər mənim şəhərimdə. Maşınlar qonaqdır orada. Mən qonaq deyiləm. Piyada oranın yiyəsidir. Maşın deyil onun yiyəsi. Biz bunu bu konsepsiyada başa düşsək, insan yönümlü demək ki, birincisi olaraq insan yönümlü o demək deyil ki, mən burada bir dənə kamera qoydum, orada kamera. İnsan yönümlü o deməkdir ki, mən kimə qulluq edirəm? Piyadaya, insana. Maşındakı insana yox. Maşındakı insan da adamdır. Mən demirəm ki, adam deyil. Mən demirəm ki, onlar. Amma birincisi olaraq mənim prioritetim kim olmalıdır? Piyada. Aydın, sağ olun. Sonra dostlar, kimin sualı var? Anar bəy, mən bir sual vermək istəyərdim. Aha. David Harvey'nin bir maraqlı yanaşması var. Şəhər haqqında danışanda deyir ki, şəhərin 21-ci dövrdə davamlı olaraq görürük ki, indi o Amerika nümunəsindən göstərir. Deyir, davamlı olaraq transformasiyalar görürük və hər birinin nəticəsində yeni gələn şəhər hökuməti bir növ müsadirə yolundan yığım həyata keçirir. Yəni demək istəyir ki, hər dəfə bu transformasiyanı eləyəndə yeni hakimiyyət öz mülkiyyətinə uyğun formada bu şəhərin bölgüsünü həyata keçirir və qəbul olunan qərarlarda buna xidmət edir. İndi məsələn bizdə də bir neçə ay bundan öncə şəhərin mərkəzinə girişin pulu olması məsələsi müzakirə olundu və yəni belə deyək də artıq məsələn şəhərin mərkəzində maşın saxlamaq dayanacaqlar çox baha başa gəlir orta statistik Azərbaycan üçün. Yəni bunu sizcə bax belə bir mexanizm tərkib hissəsi kimi qiymətləndirə bilərikmi? Yox, qiymətləndirə bilməksə sizcə nəyə görə belə qərarlar qəbul olunur? Gəl bu nəzəriyyə tərəfindən baxaq. Nəzəriyyə tərəfindən desək, birincisi olaraq Harvey and Mollech neo-marksistlər idilər. Onlar məsələn 70-ci ildə çox gözəl bir kitab da buraxdılar. 89-cu ildə.
growth machines. Onlar əsas nədir? Onlar yəni ki, marksizmin nəzəriyyəsini götürdülər, sadəcə olaraq şəhərlərə tətbiq elədilər. Əsas məqsəd nədən ibarətdir ki, şəhərin inkişafında 2-3 kateqoriyalar insanlar maraqlıdırlar. Birincisi olaraq varlı adamlar. Varlı adamlar nəyə görə ki, o öz bizneslərini inkişaf etdirmək üçün, bu da çox olaraq varlı desə ki, varlı şirkətlərdir, bu da tikiş şirkətləridir. Bugün Azərbaycanda tikinti şirkətləri bu ilə məşğuldurlar. Banklar və bizneslər, o construction şirkətlərdən başqa, onlar nə üçün maraqlıdırlar? Onlar ki, ipoteka verirlər və s. və s. Və üçüncüsü də onlar deyirdilər ki, eyni zamanda insanlar da ondan faydalanırlar. Nəyə görə ki, onlar da bu inkişafı istəyirlər ki, ona görə ki, onlar da qazanırlar. Nəyə görə? Məsələn, bugün mən yaşayıram, məsələn, hansı rayonda? Sovetski tərəfdə yaşayıram, ya da ki, Kubinka tərəfdə, ya da ki, Bayır şəhər tərəfdə yaşayıram. Mənim bir dənə məsələn evim var. Mənim evim o üçün qəşəngdir, bu ikinci məsələdir. Amma mən istəyərdim ki, inkişaf olsun. Yəni ki, düzdür, tarixi tərəfdən ola bilsin ki, biraz problemlidir ki, onu sökürlər ki, fərqli buna yanaşma ola bilərdi. Amma mən istəyərdim ki, mən 20 kvadratda yaşayıram. Mən istəyərdim ki, bura gəlsin, göndərən tiksinlər və mənə 100 kvadrat versinlər. Və mən bundan qazanacağam. Bank bundan qazanır, ona ki, ipoteka verir. Şirkət hansı ki, bunu tikir qazanır, ona ki, pul qazanır. Görürsünüz, burada hamı belə baxsaq, burada qazanırlar. Bunu biz belə tərəfdən baxsaq. Bunu problem vermir. Sonra, məsələn, parkovka. Parkovka bir tərəfdən, yaxşı tərəfdən desək ki, çox kömək elədi. Məsələn, ayna parkovka sistemi, məsələn, şəhərin mərkəzinə girmək artıq bahadır və s. Bu normal bir şeydir. Ona görə ki, siz özünüz ayaqla girmək istəyirsinizsə, ictimai nəqliyyatə siz heç bir pul vermirsiniz. Amma siz maşınla girirsinizsə, düzdür, bunu artıq sizin hansısa bir qiyməti olmalıdır. Siz nəinki özünüz gəlirsiniz, özünüzlə bir dənə araba gətirirsiniz. Buna görə də siz ödəməlisiniz. Və ona görə bu praktiki olaraq sistem düz işləyir ki, düzdür, mən sizə cəzalandırıram ona görə ki, pulla. Ki siz nəinki özünüz gəlirsiniz, hətta maşınınızı da gətirirsiniz və space-i, yəni yeri tutursunuz. Sadəcə olaraq, yenə ki, mən eləsəm bu pul hara gedir, necə bu xərclənir, bu ikinci məsələdir. Bu başa düşmək ki, bu bələdiyyələrə getməlidir, o rayonun bələdiyyəsinə getməlidir və s. və s. Amma bu konsepsiya belə baxanda düzgün işdir. Sadəcə oturub fikirləşmək ki, tıpaca görə məsələn vergi verəcəksiniz, maşınla girəndə nəsə pul verəcək, Londonda belə şey var və s. Bakıda bu sistem hələ işləməyəcək. Birincisi nəyə görə ki, Azərbaycan çoxsu olaraq, Bakının çoxsu olaraq işləri yerləşir şəhərin mərkəzində. Şəhərin mərkəzində işləyib, ora girir, kasıbı da girir, varlısı da girir və s. və s. Bugün ən böyük problemlərdən biridir ki, biz necə, məsələn, böyük bir bahalı maşın da girir şəhərə, balaca bir maşın da girir şəhərə. İkisi də eyni pulu verirlər. Onda belə çıxır ki, amma əziyyət kasıba düşür, nəyə görə ki, o da eyni pul ödəyir. Məsələn, 1 manat, 2 manat. Və böyük bir maşının, varlı bir maşının da yiyəsi, o da eyni pul ödəyir. Burada ikinci məsələ ola bilər ki, bəlkə ola bilsin ki, maşının qiyməti ilə biz hesablayaq və s. Bu artıq ikinci məsələdir. Amma birincisi olaraq biz burada qeyri-ədalətli sistem qururuq. Amma düzdür, sistem yaxşıdır, amma sadəcə bunu mən necə tətbiq edeyim, ədalətli edeyim, mən onu elə tapa bilməmişim. Məsələn, Finlandiyada deyirdilər ki, çox maraqlı bir case var idi ki, siz maşınla gedəndə hansısa bir xəta törətdiniz, sizin ştrafınız, cəriməniz sizin maaşınıza bağlıdır. Nə qədər maaş alırsan, ona nisbətən siz ştraf verirsiniz. Yəni, siz varlı adamsınızsa, 100 min, 1 milyon qazanırsınızsa, sizin ştrafınız ola bilər ki, 10 min avro, 20 min avro. Yox, siz kasıbsınızsa, 3 min avro qazanırsınızsa, məsələn, 2 min avro və s. Sizin ştrafınız olacaq 20 avro, 30 avro. Bu bir məsələ. Yəni, məsələn, Finlandiya belə sistemə keçdi. Nəyə görə orada rahatdır? Ona görə ki, bütün maaşlar ağ maaşlardır. Heç kəs deyə bilməz ki, məsələn, bizdə Azərbaycanda ola bilsin ki, insan Range Rover sürür, amma maaşı yoxdur. Soruşsun ki, hardandır? Deyir, nə bilim, bu yoldan tapmışam da bu Range Rover'i. Öyle heç bir maaşım yoxdur, heç qazanmıram və heç bir belə texniki olaraq bu heç bir cərimə ödəməli deyil. Bu da problem yarana bilər.
Amma orada ki bu maaşlar ağdılar, ona görə bunlar rahat bunu tətbiq edə bilərlər. Burada deyəsən Ağalar bəy suallar da var o şeydə deyəsən chatda. Bəli, bəli, chat bölməsində də var. Onda siz şu sualları mənə deyirsiniz, mən onu Bəli, bəli. səsləndirəm. Kamil adlı bir izləyici yazıb ki, Bakı üçün hansı şəhər nümunəsini daha uyğun görürsünüz? Var real, var o hansını ki mən görmək istəyərdim. Mənim üçün, yəni çoxsuz olaraq siz bu gün xaricə gedəndə siz hansı şəhərləri sevirsiniz getməyə çoxsu olaraq? Düzdür, siz Dubayı sevmirsiniz. Nəyə görə biz Dubayı sevirsiniz? Dubay şəhər deyil. Dubay nədir? Dubay 5-6 dənə kənddir. Aralarında yolla qurulan bir şəhərdir. Ora maşınsız düşdünüz, ölmüsünüz. Nəyə görə ki, bir yerdən o birisi yerə çata bilmirsiniz. Dubay şəhər deyil. Qatar şəhər deyil. Böyük kəndlərdir, bilməm nədir, amma şəhərlər deyil. Bizə uyğun olan hansı şəhərləri biz bəyənirik həmişə. Biz nəyə görə Budapeşti bəyənirik, Venanı bəyənirik, Romanı bəyənirik, Praqanı bəyənirik, biraz Parijidir, Alman şəhərləri. Nəyə görə biz oraları, o şəhərləri istəyirik gedib yaşayaq da, oxuyaq da və dincələyək. Nəyə görə? Ona görə ki, o şəhərlər bizə rahatçılıq verir, stres vermir. Bugün desək ki, hansı uyğun görünür? Yəni şəxsən mən özüm istəyərdim ki, Bakı çoxsu olaraq belə şəhərlərə uyğunlaşsın ki, hansı ki, hardakı rahat yaşamaq. Olsun Budapeşt, olsun Praqa. Yəni ki, dur bilir ki, mən Parisdə oxumaq istəyirəm, olmayacaq. London olub olmayacaq. Amma Xudmani balaca bir şəhər kimi, o Xudmani balaca şəhər də ola bilməyəcək. Ona bir hansı bir modeli tutmalıyıq ki, istəyirik ki, biz bu şəhər olaq. Məsələn, Romada ola bilmək fərqli bir tarixdir. Amma Budapeştdir, Praqadır, sonra Buxarestdir, Rumıniyanın şəhəridir. Sonra bilsin ki, Almaniyanın hansı bir şəhəri də ola bilsin ki, ona bir uyğunlaşa bilərik və s. və s. Amma yenə deyim ki, ola bilsin ki, hansısa bir şəhərə uyğunlaşa bilərik, birincisi o öz modelimizi də tapmalıyıq. Bakı fərqli bir şəhərdir. Bakı fərqli yanaşması var. Bakının fərqli yolları var. Sadəcə olaraq hansı model eləməliyik bunu? Bunu yenə də insanlar özləri deməlidirlər. Biz onu bilmərik. Mən durub deyim ki, mən Praqanı yaratmaq istəyirəm, amma Praqanın vəziyyəti tamamilə fərqli. Balaca bir kompakt şəhərdir. Zonalaşma var. Çox gözəldir. Onlar qruplar. Və qruplar indi turizmdən yaşayırlar. Şəhərin mərkəzi turistlərə verilir ki, nə istəsin elə. Biz bu sistemə keçə bilərikmi, yoxsa bilmirəm. Məsələn, Stockholmda olan içəri şəhəri Qamlastandır. Çox gözəldir. Onu tamamilə mən həmişə içəri şəhərə gedəndə deyərdim ki, bu İsveçin Qamlastan kimi eləsək çox gözəl bir sistem olardı. O da uyğun olar. Neapol ola bilsin ki, uyğun olsun. Heç nə deyə bilmərəm. Ola bilsin ki, Neapol olsun, Turin olsun, Milan olsun. Bunu oturub yəni ki, bunu identity məsələsində var da. Mən özümü necə görürəm? Mən özümü necə görmək istəyirəm? Mən özümü necə dünyaya çatdırmaq istəyirəm? Bilirsiniz necə? Bir 5 ildən sonra, 10 ildən sonra, bəlkə də ondan da biraz tez, bəlkə də ondan da biraz gec, bilmirəm. Rəqabət ölkələr arasında olmayacaq. Rəqabət şəhərlər arasında olacaq. Bakı sabah Azərbaycan kimi özünü təqdim eləməyəcək. Bakı şəhəri olacaq. Məsələn, Bakının rəqibi olacaq, məsələn, Tehran. Bakının rəqibi olacaq Tiflis. Məsələn, bu cür artıq rəqiblərlə söhbət gedir. Və hətta Bakı ətrafı, məsələn, Bakıya baxan şəhərlər, məsələn, Rəşdir, Əncəlidir, məsələn, Astraxandır, sonra Astana yox, Atraudur, Aktaudur, Türkmənbaşıdır. O şəhərlər Bakıya bağlı olacaqlar, nəinki öz ölkələrin paytaxtlarına. Məsələn, sabah belə vəziyyət olacaq ki, Rəşd Bakı ilə yaxın olacaq, ya da Əncəli, ya da Astara, İran Astrası, Türkmənbaşı, Atrau, Aktau, Astraxan, Dərbənd, Bakıya yaxın olacaqlar. Nəinki Moskvaya, ya da ki, Tehrana, ya da ki, Aşxabada. Nəyə görə? Ona görə ki, Bakı mərkəzi olacaq. Eyni zamanda da məsələn, qərb zonamızda ola bilsin ki, Qazaxdır, Tovuzdur regionu Tiflisə yaxın olacaqlar. Məsələn, Sovet vaxtında çoxsu olaraq Qazaxdan, Tovuzdan Tiflisə rahat getmək, nəinki Bakıya. Yəni burada regionlaşma olacaq və regionlar artıq, şəhər regionlar artıq rəqabət aparacaq bir-birinə. Ölkələr yox.
Sərhəd onsuz da pozulacaq. Sərhəd onsuz da olmayacaq. İndi artıq da şükür Allaha müharibə də qurtardı və sairə sərhədlər də açılacaq. Gürcüstanla da, Ermənistanla da. Artıq rəqabət olacaq şəhərlərin arasında. Ölkələr arasında rəqabət olmayacaq. Sizin O, dediyiniz belə o suala keçməmişdən qabaq gördüm o sualı. Hı. Siz yəni qeyd etdiyiniz şəhərlər, məsələn Budapeşti və yaxud da ki Praqanı və təbii ki bu şəhərlərin kompakt olması onların üstünlüyü idi, amma məsələn Bakı ərazisinə görə çox böyükdür. Moskvadan biraz balaca, amma Moskvadan az qala 2 dəfə, 3 dəfə, bəlkə daha az adam yaşayır burada və Anri Lefevre'in çox maraqlı bir dənə analiz metodu var, ritm analiz. Deyir, biz böyük şəhərlərdə ümumiyyətlə kapitalizmdə həyata baxanda yalnız iqtisadi oğurluq kimi baxmamalıyıq, həm də zaman və məkan oğurluğu kimi baxmalıyıq. Deyir, yəni biz zamanımızı böyük şəhərlərdə yaşayan zaman yollarda keçirməli oluruq və adətən qıraq məkanlarda yaşayırıq deyə bu şəhərin zamanımızın bir hissəsini biz hər gün məhz həmin o mərkəzə doğru getməyə sərf edirik və Bakıda tələbələr olsun və yaxud da sizin qeyd etdiyiniz kimi Xırdalanda və sair yaşayan insanlar bunlar da hər gün saatlarla bəzən yollarda qalmaq məcburiyyətində olurlar. Bu da təəssüf ki, yəni bu problemin bir üzüdür və belə bir maraqlı sual var ki, Bakı turizmlə yaşayacaq uzaq perspektivdə neft epoxasından sonra nəzərdə tuturam. o, mən yalnız turizmlə yaşaya bilməyəcəm. Yəni deyim ki, turistlər gəldilər, milyonlarla turistlər gələrlər. Yəni bu söhbət gedir rəqabətdən. Bu gün açıq-aşkardır. Yəni ki, biz Bakı şəhəri İstanbula çata bilməyəcəyik. İstər istəməzdir. Bunun tarixi də var, bunun fərqli yolları da var. Sadəcə nə ilə uda bilər. Məsələn, biz Tiflisi uda bilərik, Yerivanı uda bilərik, Tehranı uda bilərik. Məsələn, regionda şəhərlərdə uda bilərik. Məsələn, İstanbulu yox, Moskvanı yox. Amma Qazaxstanın şəhərlərini uda bilərik. Amma yenə deyim ki, burada biz oturub fikirləşməliyik ki, mən nə ilə udmalıyam burada? Nə ilə mən uda bilərəm bu rəqabəti? Turizm rəqabəti. Bu birincisi olaraq. İkincisi, yalnız turistlə qabağa gedə bilməyəcək. Yəni biz fərqli bir turistin üstündə nəsə bir şey fikirləşməliyik. Bilirsiniz necə? Biz artıq qloballaşmaya getdikcə biz başa düşməliyik ki, biz hər şeydən pul qazana bilməyəcəyik. Məsələn, bir gün istəyirik biz IT-dən də pul qazanaq, kompüter elmindən də pul qazanaq, sonra gedirik hüquqdan da pul qazanaq, ondan da pul qazanaq, hər şeydən pul qazana bilməyəcəyik və pulları səpələyirik. Biz artıq başa düşməliyik ki, aha, mən qlobal iqtisadiyyata nə verə bilərəm? Onu başa düşməliyik. İstəyir turizmdir, istəyir məsələn logistikadır, istəyir fərqli yanaşmadır, bilmirəm. Məsələn, şəhərlər var ki, nədənsə qazanırlar. Məsələn, bu gün Amerika şəhərlərində çoxsu olaraq bir-birinə rəqabət aparırlar, turizmlə yox. O deyir ki, mən istəyirəm mənim şəhərimə gənc adamlar gəlsinlər. Gənc adamlar nə üçün? Deyir ki, gənc adam gələndə birincisi evlənməmiş gəlir o. Evlənməyən adam da istəyir qızdır, istəyir oğlandır. Gəlib nə edir şəhərdə? Şəhərdə çoxlu pul xərcləyir. Yəni işləyir, iqtisadi cəhətdən cəmiyyətə pul gətirir və o pulu nə edir? Cibində saxlamır. O başlayır xərcləməyə. Bara gedir, restorana gedir, nəyəsə xərcləyir. Mən də şəhər kimi bundan pul alıram. Vergisindən və xərcləməyindən. Yox, anar kimi adam gəlirsə, 2 dənə uşağı var, həyat yoldaşı var, bu axşamlar bara gedən deyil, axşamlar restorana gedən deyil və xərcləməyəcək heç nə. Oturub evdə yığacaq uşaqları üçün. Belə mənə adam lazım deyil. Burada ikinci məsələ, bizdə hansı adamlar Bakıda lazımdır? Mənə Bakıda bugün açıq-aşkar ki, iqtisadi cəhətdən fikirləşsək, bizə gənclər lazımdır və gənclər nəinki Azərbaycan gənclər, dünyanın gəncləri lazımdır mənə. Mənə lazımdır IT-şnik gəlsin, İrandan IT-şnik gəlsin. Mənə lazım olsun ki, Suriyadan dizayner gəlsin. Mənə lazım olsun Qazaxstandan hansısa bir kompüter elmləri adamı gəlsin. Ona görə mən burada belə şəraitlər yaratmalıyam ki, o insanlar gəlsinlər Azərbaycana, burada pul qazansınlar, qıraqdan pul gətirsinlər və Azərbaycanı qaldırsınlar. Məsələn, bugün, Estonların çox gözəl bir sistemi var. Onu deyirlər ki, elektronik nomad. Yəni, elektron nomad o şeydir də, bir yerdən o birisi yerə qaçan adam, kaçevnik deyirlər ona, nomad ingiliscə. O nə deməkdir ki, yəni ki, siz gəlirsiniz mənim ölkəmə, mən sizə oturum verirəm, amma siz mənə görürsünüz ki, siz pul qazana bilirsiniz. Nəinki mənim ölkəmdə, harda? O deyir ki, mən IT-şnikam, mən gəlirəm sizin ölkəvizə, mənə bir dənə oturum verirsiniz, mən aya $5.000 qazanıram.
İndoneziyaya işləyirəm, Rusiyaya işləyirəm. Sizin işiniz deyil. Mən $5.000 gətirirəm ölkəyə. Tamam. $5.000 gətirir. Buradan vergi verir. 1000 avro, 2000 avro nə qədərsə verir. O birisini də elə Estoniyada xərcləyir. Düzdürmü? Bu immigrantdır. Çox gözəldir. Mən də buna vermişəm. Amma bilirəm ki, bu IT işləyir. Mənə pul gətirir ölkəmə. Eyni şey Azərbaycanda. Mənə bugün kim lazım? Mənə lazım cavanlar. Məsələn, bir tərəfdən Rusiyadan qaçan uşaqları hamısını yığmaq lazım idi bura. Gətirirsən bura, deyirsən ki, otur, pulunu qazan, mən sən şərait yaradıram, get vergimi ver. İrandan çıxan uşaqlar, cavan uşaqlar, onları məsələn xaricə qaçırlar, Avropaya qaçırlar. Onlar gətirmək bura. Məsələn, gətir, otur, məsələn, işlədi məsələn, IT sektorunda, dizayn sektorunda, kreativ industriya sektorlarında və s. və s. İşte, nə problemdir? Ara bir Hindistanlılar və Pakistanlılar Bakıda kino çəkirdi. Çox gözəl ideyadır. Bakını belə bir vəziyyətə qoyaq ki, onlar gəlsinlər burada kino çəksinlər. Çox gözəl ideyadır bu. Ümid edirəm Şükür bəyin sualına cavab verdim. Belə bir sual var, 2 hissədən ibarətdir. Bakının şəhər quruculuğunu hər hansı bir ideologiya, mövqe, yanaşma ilə çərçivələyə bilərikmi? İdeologiya deyəndə hansı ideologiyanı nəzərdə tutursunuz? Yəni solçu ideologiya, liberal ideologiya, yoxsa məsələn sağçı ideologiyalar, hansı ideologiyalardan deyirik biz? Yəqin ki, o siyasi ideologiyaları nəzərdə tutub. Siyasi ideologiyalar siyasi ideologiya mən deməzdim buna. Mən deyərdim ki, buna siz insana necə baxırsınız və siz inkişafa necə baxırsınız? İnkişaf sırf olaraq dəli kapitalizm desək də, dəli kapitalizm, vəhşi kapitalizm desək ki, belə inkişaf getsə, o deməkdir ki, nə istəyirsiniz edirsiniz. Bizneslər nə istəyir eləsinlər. Hər şey biznesin əlindədir. Mən biznesə qulluq eləməliyəm. Bu evi də götürə bilərsən, bu torpağı da götürə. Nə biznes pul gətirirsə, onu eləyə bilərsən. Mən sənə icazə verirəm. İnsanlara fikirləşmə. Bu bir ideologiya ola bilər. Bu belə fikirləşir bizdə. Bu da demirəm pis ideologiyadır. Bu liberal ideologiya bunun əsasında qurulub da. Məsələn, Adam Smithdir, John Locke'dur və s. Dövlət yalnız burada bir mexanizmi ki, qoymasın ki, vəziyyət ağırlaşsın. Yox. Siz sosial demokrat ideologiyasından baxsaq, deyəcək ki, yox, birincisi mənim insanımdır. Mən insanın ekologiyasını fikirləşməliyəm. Mən insanın stresini fikirləşməliyəm. Mən insanın necə yaşayır fikirləşməliyəm. Mən insanın məsələn uşağını fikirləşməliyəm, məktəbini fikirləşməliyəm, necə yaşayır, hamısını onu fikirləşməliyəm. Belə də ola bilər. Məsələn, bugün bizdə axırıncı 15-20 ildə sırf liberal ideologiyasının üstündə qurulmuşdu. Nəyə görə ki, gəl nə qədər çox tikdik belə yaxşıdır. Məsələn, vəhşi kapitalizmin ideologiyası da gəl tikir, pulumuz var, tikək pulu, inkişaf da getdi, cəmaət pul qazandı və s. və s. Amma yenə də biz buna belə fikir verməyəndə şəhər artıq binaların əlinə keçdi. Şəhər artıq maşınların əlinə keçdi. Məsələn, bugün bu çox gözəl bir biz urbanistikanı oxuyanda Amerikaya mənə deyirdilər ki, məsələn, vaxt var idi San Fransiskodan Los Angelesə rahat tramvayla, qatarla, yavaş-yavaş rahat çata bilərdin. Yəni, San Fransiskoda Oaklandda kimi metro ilə gedərdin, Oaklanddan Sacramento'ya gedə bilərdin, məsələn, tramvayla, o birisi yerdən tramvay və s. Amma gələ bilərdin. İndi San Fransiskodan Los Angeles'e yalnız ya samolyotla uça bilərsən, uçaqla, ya da ki, maşınla gedə bilərsən. Ondan başqa heç nə gedə bilmərsən. Və də avtobusla da belə baxanda. Heç bir dəmir yol. Nəyə görə bunu elədi? Ki, 3 dənə qüvvə var idi orada. Birinci qüvvə benzin kralları, benzin neft şirkətləri dedilər ki, bizə lazımdır ki, insanlar benzini çox istifadə eləsinlər. Bu bir getdi. İkincisi, polad tökmə zavodları. Dedilər ki, biz nə qədər çox istehsal eləsək, belə bizə yaxşıdır. Onlar da dedilər ki, bizə pul lazım, bizə lazımdır ki, bu inkişaf getsin. Və üçüncüsü, ən vacib, maşın şirkətləri. Chevrolet, General Motors və s. və s. Bu 3 dənə böyük bir konglomerat, multinational corporationlar birləşib bütün Amerikanın public transportation, ictimai transportu dağıtdılar. Yəni ki, qəsdən dağıtmadılar. Demədi ki, biz onu sökürük. Sadəcə, məsələn, bu tərəfdən General Motors dedi ki, mən sizə ucuz maşın verirəm. O tərəfdən dövlət dedi ki, mən bunun o şey eləyirəm.
İpotekasını ucuz verə biləcəm. Sonra dedi ki, mən evlər almaq istəyirsinizsə gedin alın evlər, mən onun ipotekasının faizini aşağı salacağam. Və insanlar başladılar şəhərlərdən qırağa keçməyə. Kompaktda olmadı, çıxdılar şəhərdən qırağa. Nədir? 30 dəqiqə ilə maşınla gələ bilərəm. Maşın kim lazım? General Electric sənə maşın verdi. Deməli, sabah bilsin buradan ora kimi sənə dəmir yolu lazımdır. Dəmir yolu dağıldı. Tramvay dağıldı, avtobus dağıldı, artıq maşınla gedirsən. Bugün Amerika ortalama şəhərlərində getsən, görürsün ki, maşınsız yaşaya bilmirsiniz. Bunun əsas səbəbi kimdir? Neft şirkətləri, polad tökmə şirkətləri, bir də əsas olaraq maşın şirkətləri. Multinational Corporation. Bu üç dənə şirkət birləşib tamamilə dağıtdılar bütün ictimai nəqliyyatı. Ona Ee, görə də şəhərlər bugün Amerikada elə bil ki, bu üç dənə multinational corporation-a qulluq eləyir. Məhəmməd bəy, sizin sualınız var idi. Bu sualın Bəli. ikinci hissəsi var. Mümkünsə ikinci Hə, hissəsinə bəli, cavab bəli, bəli. verin. Bəli. İkinci sualım da var. Məsələn, Sumqayıt hadisinə görə Gəncəni keçdi. Deyə bilərikmi ki, Sumqayıt Bakının peykidir? Pek bilirsiniz, pek sırf olaraq o şəhəri mən qəsdən yaratmışam ki, buna uyğun olsun. Sadəcə Bakı ilə Sumqayıtın arasında artıq sərhədlər pozulur. Artıq Xırdalanla pozulur. Xırdalan Bakının bir rayonudur. Yəni ki, bugün Xırdalanla rahatdır getmək, nəinki məsələn, nə bilim, Mərdəkan. Halbuki Mərdəkan Bakının rayonudur. Xırdalan Bakıdan rahatdır çatmağı. Bu Xırdalan Bakının əlbəttə ki, ola bilsin ki, hansısa bir 5 ilə 10 ilə hətta deyirlər ki, Xırdalan Bakının bir hissəsidir. Onu birləşdirəcək. Eyni şey Sumqayıta gəlib çıxar. Yəni Bakı Sumqayıt yoluna baxsanız tikilə-tikilə gedir. Artıq Sumqayıt əvvəl belə bir şəhər idi ki, məsələn, Sumqayıta getmək üçün 1 saat, 2 saat gedir. İndi tıxacına gedirik. Sadəcə fərqli şəhərdir. Bugün şəhər deyil. Sumqayıt nəyə görə bizə vacib oldu? Ona görə ki, çox adamlar kim ki Bakıdan ev ala bilmirdilər, Sumqayıta köçürdülər və orada məskunlaşırdılar. Orada ucuz idi yaşamaq və evlər idi ucuz idi. Elə Xırdalanda da belədir. Amma indi artıq belə deyil. İndi artıq Bakının peyki məncə artıq biraz nasosla ola bilər, Alatava ola bilər, hətta yavaş-yavaş siyasət tərəfə də gedə bilərik və s. Amma bu məncə gələcəyə görə peyk də demək olmaz. Sadəcə bunlar əlbəttə ki, Bakının necə deyirlər ki, rayonların deməzdim, sadəcə hansısa bir Bakının şəhərlərindən, rayonlarından biri olacaqdır. Bir 5 ilə 10 ilə. Onsuz da bu konsepsiya biz yavaş-yavaş gedir. Buna deyir ki, Baku Metropolitan Area. Yəni ki, Bakı, böyük Bakı ərazisi olacaq. 3 dənə şəhər olsun. Amma buna baxış bir bucaqdan olacaq. Məsələn, bu vilayətin elə bir ki, Bakı, Sumqayıt, məsələn, Xırdalan buna bir dəfəlik baxmalısınız. Nəinki fərqli-fərqli şəhərlər. Məhəmməd bəy, sual var deyəsən. Bəli. Mənim sualım əsasən Bakıdakı universitetlər problemi ilə bağlıdır. Yəni ümumiyyətlə baxanda Bakıda iki cür universitet görmək olar. Bu elmi bir ayrım deyil, sadəcə müşahidə nəticəsində görmək olar ki, şəhər universitetləri var, bir də kampus universitetləri var. Şəhər universitetləri gör ki, şəhərin mərkəzindədirlər. Orada həqiqətən də kampusa ehtiyac yoxdur. Çünki tələbələr şəhərdən çıxırlar, universitetdən binasından ilə çıxırlar və şəhərdə istədikləri ehtiyaclarını qarşılayırlar. Amma məsələn, deyək ki, buna ən böyük nümunə bəlkə Bakı Ali Məktəbi Bibeybətdədir, Bibeybət məclisi tərəfdədir və kampus universitetidir. Halbuki kampus universiteti kateqoriyasına daxil eləmək olsa belə, orada tələbələr heç də belə deyim, kampus daxilində bütün ehtiyaclarını qarşılaya bilmirlər. Yəni ola bilər, bəli, burada market var və ya universitetin öz kantini var, amma onsuz həmin ərazidən çıxıb başqa bir yerə getmək mümkün deyil, çünki çox izolyasiya olunmuş bir yerdə yerləşir və ya kampusun içində də o qədər geniş imkanlar yoxdur. Ümumiyyətlə Azərbaycandakı, Bakıdakı universitetlər belə deyil, kampus universitetlər belə limitlidir. Burada məsələ budur ki, bu universitetlərə həm də qıraqda olmasının səbəbi bəlkə də şəhər daxilindəki nəqliyyat problemi və s. həll etmək üçün də istifadə olunur ki, bu universitetlər qıraqda olsun. Amma bu universitet hələ də Bakının daxilindədir. Bu universitetlər qıraqlara köçürülmür. Belə bir təklif də yaxın zamanlarda məncə verilir ki, bəs universitetlər bəziləri rayonlara köçürülsün. Bu universitet probleminin həlli bunları rayonlara köçürülməklə və s. həll ola bilər? Yox. Mənim fikrimcə bilirsiniz, bu biraz
düzgün ideya deyil də. Yəni birincisi yox, universitetə gedən kimdilər çoxsu orada? Gənclərdir. İndi gəl belə baxaq da, Bakı Dövlət Universitetində neçə nəfər oxuyur? 30 min nəfər orada oxuyur məsələn. UNEQ-də bir 15 min nəfər oxuyur. O birisi var. Məsələn 100 minə yaxın Bakı şəhərində, olsun 150 min, bəlkə də 200 minə yaxın Bakı şəhərində gənclər var. Şəhəri şəhər eləyən gənclərdir, qocalar deyirlər. Birdən mən götürdüm bu bütün Azərbaycan universitetlərində 200 min nəfər, 150 min nəfər, 100 min nəfəri çıxartdım Bakıda, apardım, səpələdim onları Kürdəmirə, Ucara, Yevlaxa. Gediniz orada qalın. Bakı ilə nə baş verəcək? 200 min ağıllı uşaqları götürdü, çıxartdıq şəhərdən, tulladıq çölə. Ged ora. Orada qal. Bakının birincisi iqtisadi çökəcək. Çoxsu olaraq pul xərcləyən, kofe shoplardan tutmuş hər şey bunlardır. Gənclərdir. Ən çox pul xərcləyən gənclərdir. Vergini gətirən də gənclərdir. Bu bir məsələ. İkincisi, buna yanaşma biraz fərqli olmalıdır. Yəni bizim və şəhər burada eyni zamanda öz rəqabətini itirir. Turizm də gəlməyəcək heç kəs sənin şəhərə. Sənin şəhərində gənclər olmasa, sənin şəhərə heç kəs gəlməyəcək. Sənin şəhərə nə üçün gəlirlər? Gəncliyə görə, əylənməyə görə, görməyə görə. Mən gənc görməsəm, mən onda bu şəhər nə şəhər oldu? Biraz yanaşma biraz fərqlidir. Bilirsiniz necə? Oturub fikirləşmək ki, mən universiteti hardasa yaratsam ki, oranı qaldırmaq üçün düzgün deyil. Məsələn, istəyirsən 10 dənə universitet tik. Çox uzun Kürdəmirdə ya Ucarda. Cəmaət getməsə getməyəcək. Siz şərait yaratmalısınız ki, insan ora getsin. Məsələn, Amerikada kampus tərəfi də var. Kampus universitetləri. Balaca bir kənddə yaradan universitetdir. O birisində də məsələn, şəhərdə də universitet ola bilər. Məsələn, mən Indiana ştatında universitetində oxumuşam. Var Bloomington şəhəri. Balaca bir şəhər, mən sizə deyim də, nə boyda şəhər, heç Siyəzən boyda şəhər idi. Balaca bir şəhərdir, amma orada 80 min nəfərdən 60 mini tələbə idi. Çox maraqlı bir şəhərdir. Çox maraqlıdır orada yaşamaq. Heç darıxdırıcı deyil. 60 min tələbə olan yerdə vur çatlasın şeydir, universitet idi. Çox gözəl bir universitet idi. Və heç kəs, hamı da oxumaq istəyirdi orada. Hamı da gedirdi orada oxumağa. Nə olsun ki, kampusdur. Nə olsun bütün şəhərlərdən uzaqdır. Amma orada rahat həyat var orada. Halbuki Indianapolisdə, oran paytaxtı, Indiana paytaxtında da, Indiana ştatının paytaxtı, Indianapolisdə də kampus var idi, Indiana Universiteti. Orada heç kəs oxumaq istəmirdi. Nəyə görə? Şəhərin içində idi, kriminal yüksəkdir, insanlar oraya istəmirlər getsinlər. De ki, şəhər kimi xoşlarına gəlmirdi. Düzdür, biz Chicagoya baxırıq, New Yorka baxırıq, Washingtona fərqlidir. Amma belə baxanda siz desək ki, mən hansı şəhərdə yaşamaq istəyirəm? Çoxluq istəyir ki, kampus şəhərdə yaşasın, nəinki şəhər universitetində yaşasın. Şəhər universiteti çox da belə gözəl deyil. Amma burada bir fərqli yanaşma var da. Avropa nəyə görə bu sistemlə getdi? Ona görə ki, universitetlər şəhərlərdə yaranırdı. Amerika sadəcə fərqli yolla getdi. Dedi ki, mən sizə torpaq verim, gediniz yaradınız özünüz üçün universitet hansısa bir kənddə. Şəhərdə də ola bilər və s. Amma çoxsu olaraq dedi ki, gediniz yaradınız. Avropa buna fərqli yolla baxdı. Bugün biz universitetlərdə şəhərləri inkişaf eləmək mexanizmi kimi baxmağı deyil. Universitet onun üçün deyil ki, mən hansısa bir rayona atmalıyım ki, indi şəhər inkişaf olunacaq. Yox. Bunun səbəbləri fərqli olmalıdır. Yalnız universitetlə bunu eləyə bilməyəcəksiniz, dostlarım. Sonra kimisə sual qaldı, dostlar. Elə başa düşürəm ki, deyəsən bütün Yoxdur. suallara Ümid edirəm hamısı bütün suallara cavab verə bildim, dostlar. Çox sağ olun, Anar müəllim. Çox minnətdaram. Oldu. Çox maraqlı oldu sizi dinləmək və bütün Uğurlar suallarınızdan biz minnətdaram. Sağ olun. Çox sağ olun. Uğurlar sizə. Sağ olun.